Yasamal rayon icra hakimiyyətində böyük məsləhətçi, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Emin Babayev vəfat edib. Doğru Xəbər Azərbaycan bildirir ki, bu barədə Yasamal rayon icra hakimiyyəti məlumat yayıb. 42 yaşlı Emin Babayevin uzun sürən xəstəlikdən sonra həyatını itirdiyi açıqlanıb. Qeyd edək ki, Emin Babayev tanınmış vəkil Vüqar Babayevin qardaşıdır. Qanun nəşriyyatının tərcüməçisi Ziya Muradov vəfat edib. Bu barədə sosial şəbəkədə Qanun nəşriyyatının rəhbəri Şahbaz Xudoğlu paylaşım edib. Bildirib ki, Ziya Muradov Quba ərazisində 17 nəfərlik turist qrupu ilə dağ yürüyüşündə olarkən həyatını itirib. Hadisə ilə bağlı məlumatın indiyə qədər ictimaiyyətə açıqlanmadığı, Ziya Muradovun ölümündə müəmmalı məqamların olduğu və bu barədə aidiyyatı qurumlara məlumat verildiyi əlavə edilib. Əldə etdiyimiz məlumata görə Bakı şəhər sakini 1964-cü il təvəllüdlü Muradov Ziya Faziloğlu avqustun 2-si Quba rayonunun Xanagah kəndində vəfat edib. Onun infarktdan öldüyü açıqlanıb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. Laçın rayon icra hakimiyyəti başçısının Piçəniz kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəfat edib. Məlumata görə 1978-ci il təvəllüdlü Manafov Niftalı Möhbətoğlu Bakı şəhərində qardaşının evində dünyasını dəyişib. Məlumata əsasən Laçın rayonunun Xaçın Yalı kəndində olan Niftalı Manafovun ölümünə beyin insultu səbəb olub, araşdırma gedir.